Allah'ın adı və yadı ilə əziz tamaşaçılar, sizə salam ərz edirəm. Keyfiniz necədir? Ay yaşayasınız. Soğuq günlərində nə edirsiniz? Sizə də soğuq deyib yəqin, hə? Yaman soğuqdur, sən ölməyəsən. Belə gecələr 25-26 dərəcə zir-sifzad olur. Kət yerlərində canında çox soğuq olur, ha? Bunlarda dəmasəncə yoxdur, o havanı tutar, ha? Bunlardan yoxdur, bəli. O deyərlər soğuq iliyə işləyir də, elə lap sümüyü dəlir geçir o tərəfli. Gəlmişik Baranlı kəndinə, yaxın bir kənddir, Təbrizə yaxın bir kənddir də gördüyüm məsləhətdaşlıq yoldaşlarımızla önlə gördüyü olan hər kəs gedir o tərəflər, uzaqlara qırılır. Ya qalır soğuqda 17-18 saat ya da ki, deyirik müjdə tapmamışıq ki, can da yox deyir, soğuqda vurub, dedik gələk bura. Gəldik bu dostlarımızın xidmətinə, Baranlıdır. Təbrizə yaxın kəndlərdən biridir. Elə istədik büyüdük. Bəli, qəşəng bir kətdir, şəhrək olurdu. İnşallah xidmətçi olacaq. Uşaqlar, keyfiniz necədir? Sağ olun. Yaxçısınız? Hangisindən soğuq dəyib, qəşəng soğuq dəyib? Dəmiyibdi? Yaxçı. Mədrəsədən gəlirsiniz ya gedirsiniz? Gəlirik. Gəlirsiniz? Da getməyəcəksiniz ardından sonra? Yox desə baxacaq. Aha. Gelirsiniz, naharınızı yeyirsiniz, oturursunuz evinizdə? Aha, aferin. Bunlar da kəndin mədrəsə uşaqlarıdır. İnşallah xidmətlərində olacaq. Sizə bizimlə yol biri olun. İnşallah bu günləri bu kəndi sizə tanış edəcək. Görək Baranlıda nə edirlər? Bunların işləri, zindecanlıqları necə geçir? Gəlin bizim. Bəli, bəli. Yaxcaq. Şaxtadır. Salam aleyküm. Yorulmayasınız nənə, necəsiniz? Yaxçısınız inşallah. Allah köməyiniz olsun. Əziz tamaşaçılarımız. Heç zadın istisi bu zamanda, indiki zamanda, bu fəsildə yol təndir istisi kimi yapışmır. Əziz olsun xidmət çəkir burada. Kətlərə gördük qəşək. Çörək iyisi gəlir, xoş iyi gəlir. Bildik ki, çörək pişirilir da. Gəldik burada həm bir təndirdə bir qızışaq ələyamızın bir donu açılsın. Sən ölmə barmaqların aşağısı bir qırı gövər bax soğuqdan yəni vaqiət deyirəm. Soğuq. Bir daha görək bunların bu zindecanlıqları nədir? Fərqlidir. Bu çörəkxanalarda bunların fərqlidir. Fikir versəniz təndirlər fərqlidir. Baxın bu təndirlər çət yerlərində bu əndazə, bu yekəlti təndir olmur. Çət yerlərində təndirlər balaca olur. Bir yol. Özü də bunun istisi çərmə, seçmə, təzək bunlardan deyil. Yəni nə çərmə yanır, nə seçmə, nə təzək bu da qazınandır. Eyni qəşəng şəhər kimi. Qazın vəsl ediblər bura. Oradan mən görürəm. Onları mən görürəm. Siz görürsünüz. Qazla yanır. Özü də burada çörək yapan indi o anamız, bacımız ki indi çörək yapır. Baxsaz görürsünüz ki oturmayıb yer. Baxın bir qəşəng ayaq üstü. Eyni o şəhərdə şatırlar kimi. Bu cür işləyirlər. Bacı keyfiniz necədir? Yaxçısınız? Salamət. Nənə keyfiniz necədir? Sağ ol. Yaxçısınız inşallah. Nənə siz necəsiniz? Yaxçısınız da. Görürəm ha, hərdə mən oradadır. O küncüsə də oradan gəlir. Küncüt vururlar çörəklərə. Hə, nə? Küncüt vurursınız? Bəli. O küncütdür. Bəli, küncüt. Aha, yox, küncüt. Dərs tamaşaçılar. Kətlərinə burada mən fikir verdim. Çörəklərə küncüt vurublar. Baxın bir. Qəşəng məzəli çörəklərdir. Küncüdür. Vurublar. Baxın, şəhərdə yaşayanlar, baxın çörəyə. Aha, gördünüz? Bu çörəklər burada əmələ gəlir ki, buralardan bilmirəm hala bu kətləndə yollarlar şəhərəcədən. Vəli Təbrizdə görürsünüz, dükandan qabaqlanacağın daha o nə bilim biri neçədir onlardan. Ərz olsun ki, əziz tamaşaçılarımız bu çörəyi ki, pişməyə nənə yanmaya, baxa. Hə. Bu çörəyin yeri var ha, harda yeyəsən. Elə o cür deyil ki, elə əli var harda gəl deyəsən. Bunun yeri var. Deyəcəm nə ilə bunu gərək yeyəsən. O nə ilə yeməyin bərnamənin o tərəflərində inşallah sizə nişan verəcəm. Hə? Ay sağ ol, nənə verdim. Görsən, bunu deyəcəm, bu nəməni ilə yapışacaq. Deyərsən, mən soğan çörəyi ilə zadını. Yox, onlarla bunun işi yoxdur. Baxın, bərnamənin qalanında deyəcəm. Bacı, buyurun ki, siz bu çörəklərinizi həməşə belə pişirirsiniz, ya xeyr, elə bir filmə görə pişirirsiniz? Yox, həməşə pişirirsiniz. Aha, özünüz pişirirsiniz? Həməşə pişirirsiniz. O maşın çörəklərindən almazsınız, o şəhərdə zətdə biz yeyərik, maşında pişir, maşında biz yeyərik. Daim otur yap. Ha, özü yap. Hər evdə bu cür vardı, ya ki... Yox, kətdə işləriyyət adamla var, işləriyyət. Aha, aynen, bir də bir sual soruşacağım, hatta güzel şeyler, ha fuzulluq olmaz. Mən burada bir əlamətlər görürəm, bu qərə gecər, bax bir.
fətir yeridir bunlar. Yəni müşəxxəsdir də mənə. Burada fətir pişibdir. Bəli mən görmürəm bu fətirləri nə edibsiz? Olmuyor. Uşaq. Ha? Hani? Ha, bu değil. Aha, dedim ha. Az tamam. Güzel şeyler lan ne bu değil. Ha. Koy görüm bunlar ne mənə. Dərs tamaşası. Da orada yerin dərs tamaşası var. Vaqiyyətini istəsəniz, ay sağ ol. İndi oldu bax. Bunların mən yerin yanı orada bax, dərs tamaşasıdır. Qədimdən deyiblər, müjdan girift, çıkar çərt, bərədəri can. Yəni, ya mən gördüm ki, orada fətir pişib da, ona görə deyim, bunlar da görsün də. Yax, bunlar dərs tamaşasılar, görürsünüz nə qəşəkdirlər. Ayrı kəndin hesab çörəkləri ilə, əl çörəkləri deyirlər, fətir deyirlər, koka deyirlər. Neçə dənə adları var bunların. Bu çörəklərdən mən bir dənə bir daranda görmüşəm, kənddir. Xudafərin tərəflərində bu tərəfə. Daran adında Yusifi var idi, orada bu nəziklər pişirmişdilər. Elə belədir, bala idi, koka, nəzik deyirdilər, nə mənə deyirdilər, halı yadımdan çıxır. İndi də bir dənə burada görürəm, çox gözəldir. Bacı, bunu zəhmətli, nənəm onu bir sən orada saxlayacaq, özün bir danış. Buna nə mənə vırıbsınız, belə qəşək çıxır, qəşək pişib, irənci xoşlayır. Buna süt koymuşuq. Aha. Unlu sütdür. Bir də ki yumurta ilə. Aha. Görürsünüz ki, üçüncü sütdür. Ha, sağ ol nənə. Görürsünüz tamaşaçılar nə gözəldir. Nənəmin saydı. Ay nənə. Dedin hamına küncitdir, yumurtadır, undur, sütdür. Belə də nəmə ha? Ha, çüçə gülüdür. Çüçə gül həmin qızıl gül olur. Yox, rəhdir də o cür. Aha, çüçə gülüdür. Sən ölmə deyirəm əziz tamaşaçılar. Elə onu ölüyə versən belə bitkamından vurar durar ayağa deyər salam əleykum. Keyfiniz necədir? Amma vaqiətdə can dərmanıdır da bunlar bax deyir. Görürsüz? Baxın. Nənə bir dənə o kündədən zəhmətli salasan mən bir dənə də burada bir çörək. Bu cür çörək pişirməmişəm əziz tamaşaçılar. Yəni vaqiətini istəsən çörək pişirməklər o çət yerlərinin ki fərq edirlər. Bacı siz orada o durusuz ayaq üstə mi pişirirsiniz də hə? Beləsi. Çətin olacaq mənə. Dən yeni bir dənə ver pişirim. Yox, fərq eləməz. Mən axı vaqiətdə qədimdən deyiblər işi ver iş bilənə. Çörək ver çörəkçiyə, birini izafə ver. Mən özüm hesab təxəssüsüm elə çörək pişirməkdir. Fətizat elə yaxçı yapan var amma vəli xub elə lavaş. Nənə görər çox özü zəhmətə san. Ha? Deyib ki, yox, heç də olmaz. Axı onun nənə qılğı var. O qılğı mən bilirəm, bilirsən, onu elə başarmısınız ya. Onu elə mən çəlkətdə görər nənə, özü çox zəhmətə salma. Hə, görər. Görər, çox özü zəhmətə salma. Ver mənə. Bax, bir tamaşaçılar. Bunun çoxdur ki, gərək biz niyyət gərək xoş olur, nənə, bilirsən? Zəhmət daha. Ay, dədə. Yaxşı, bunu əvvəldə gərək yapışasan beləsin. Nənə, güləş gələ, ay nənə, güləş gələ. Ay, dədə! Ay, dədə! Ay, dədə! Onu qətələ deyil, qətələ mən də o montajda cürcər. Onu qətələ, yaxşı, mən montajda cürcərəm. Mən də o montajda cürcüyüm, hamı desin məsəl. Yaxşı, qoy bir dənə çörəklərdən. Aha, bax bura. Şöyle çörək çıxartdıq. Hə, sağ olasın, əlləriniz ağrımasın, sağ olasınız. Ay bir aş ola bir içəsən. Salamımız var bütün bu Dövrübəl çətlərdə olan dostlarımıza. Baranlıdır, Satıllıdır, Axladır. Oradan gedirik, çox deyə belə, çox. Hamısına salam ərz edirik. Bu məntəqələrdə yaşayanların, uzaqda yaşayan, çət var indi yolları zadı bağlıdır. Mən ondan bir qaşıq zəhmətli verəsən, aşağı bir canımız bir istiləşsin. Qırıldıq soğuqdan, əziz tamaşaçılarımız. Qırıldıq soğuqdan. Sağ ol, buyurun, əziz tamaşaçılar, buyurun. Nənə, buna nə mənə vurublar görəsən? Bacı, bunu bilmirsiniz. Kələmzət görən vurublar, hə? Hacı xanım, başa nə mənə vurubsınız? Bunu bir mavad əvvəliyyəsini deyim mənə. Ona lobiya vurmuşuq. Aha. Ondan, mərcimək vurmuşuq. Ondan. Kələmdir, Kələmdir. göydür, Lobiyadır, gövdür. yer köküdür. Yer köküdür. Yaymadır, düyüdür. Hə. Bu da tərətürədir. Ay sağ ol, nənə, əlləriniz ağrımasın. Soğuk dəymən hər tamaşaçılar. baxın Yer mənə. köküdür, yayılmadır, bunlar Hər vurmuşuq. tamaşaçılar soğuk dəymən deyərlər, can dərmanı bu da. Ha, yalandan deyir, pilisini vurdunuzlar, sabah səhtəni vurdunuz da demən, mən demədim. Yəni 100 yaşda deməyəm məşə, Mərrəm niyə 100 il ömür elədi. Bax, mən deyəcəm vaqiyyətini istəsən, nə, həpp batmışam. Mələ ki, iğnə vurdurmuşam. Ay bala, gəlin aparın soğanlardan qalmasın ha, doğralı soğandı ha. Gəlin aparın soğan çörəkdən yeyin, ləzzət aparın zindecanlıqdan ha. Əziz olsun, mən hərdən gedərəm o şəhərdə, görürəm ki,
soğanı qəşəng nazik doğrayıblar, satırlar. Dedim mən bu da o cürdür, hə? Bu da o cürdür. Yox, bunlar o cür deyil. Bunlar neynirlər Çalba? Bunlar ki bir cür doğrayıbsınız, bunlar işinəmə nədən ötürüdür? Bunlar ümdə həmbərciyə verirlər. Aha, həftədə nə qədər bu cür evdən soğan satarsınız həmbərciyəçiləri? Günə 15 tay bu cür soyular da. Aha, 15 tay. Bəli, 15 Soyular tay bu ki- cür soyular. Bəli. Bunları kimlər soyur məsələn bu soğanları? Bunlar xanımlar, ümdə xanımlar soyar. Ağalar da soya bilərlər. Yo, ağalar soyanmaz, ağlarsınız. Ağlarsınız. Ağlar. İşinizdə qardaş. Ümdə xanımlar soyar. Mən özüm evdə soğan soymaq üçündə püş yatarıq. Yəni düşsə mən soyacağam, ağlayam. Xanıma da ki düşsə o ağlaya-ağlaya o soyacaq. Soğan soymaq vaqiətdə çətin işdir. Bərhal. Bu da bu kəndin bir ayrı gəlir yoludur ki, soğanlar hardan alsın? Öz zəkisiz ya xeyr, dövrə kətlərdən gəlir. Dövrə kət, meydandan, ümdə meydandan gələr. Aha, meydandan alarsınız. Bəli. Yox. Bunun qabıqlarını nə edirsiniz? Bir belə soğanın qabığını nə edirsiniz? Qoyunlar yerdə, tökər heyvanata. Aha, heyvanata. Yer yəni qoyunca, Bəli, soğan yerlər, yer. bəli, yerlər. Yanamayasan sən, qoyun o da soğan yer. Allah zarmasın. Çox sağ olun, əhsiz ala. Bir dənə əhsiz ala. Qız da uşaqlar sizdə durun bura, durun soğanların qabağında belə. Belə durun, baxın ora, baxın. Baxın o əmimizə o kişi. Aferin, hə. Qəşəng. Əziz tamaşaçılarımız, Allaha çox şükür, yavaş-yavaş gün çıxdı. Bir qolay halat canımıza bir isti geçir. Ərz olsun ki, kəndin əhalisi ilə elə biləlikdə yiyişmişik, yenə danışırıq. Can Vahid mühəndis Noruzu da məntəqənin möhtərəm bəxşadı Xusrov Şah məntəqəsinin mərkəzi bəxşinin bəxşlarıdır ki, bu Baranlı kəndidə tabidir ora. Gözəl bir kətdir, yaxın bir kətdir, abad bir kətdir. Əvvəl kəndin dehyarı ilə söhbətimiz olsun, sonra Can Vahid mühəndisliyin xidmətlərində olaq. Şurasız? Şuradır. Belə elədi ki, da neyəyək, daha sən yoxundasın sizin, fərq yox. Şura. Bəli. Əz olsun kəndinizin imkanatı nə var? Hər imkanat kəndimizdə Hər zat var, var. hər zat var. Kitabxanamız var, dərmanqahımız var. Bir dənə vərzişgah da yerimiz vardı. Yox. O da elə yoldaşlarımızla, Azaya Bazərci ilə çox əlləşib pərvişdən çıxartdıq yeri. Aha. İndi almışıq salonu vərzişə, fəqət bütçəmiz yoxdur ki, orayı qoşaq iftisa İnşallah edirik. o da həll olar. Bəli, çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Can Vahid Bəxşar, xidmət sizə salam ərz edirəm. Baranlı kəndinə gəlməniz üçün sağ olasınız. Salam əleykiz var əziz tamaşaçılarla. Buyurasınız, xidmətçisi olaq. Bəndə də ərz edəb ehtiram varımdır. Tamamı əzizlərə və siz buzurcularlara ki, zəhmət çəkibsiz, təşrif gətirib və bizim bu kəndimizi istəyirsiniz, mərif eləyəsiniz. Və onlar ki, müşkilatı ehtimal olmuş olsa, bunlar da mətrəh olunsun ta inşallah məsuliyin, şəhristani, ustanın əlindən köməkli olunsun. Biz də sizə xeyir məqdəm ərz edirik və xidmətinizdəyik. Bəli, çox təşəkkür edirik. Sağ olasınız. Ay yoldaşlar, kəndin müşkilat zadı vardı, bir şey vardı. Hə? Vardı. Asli yolda, caddəmizdə Aha. bizim zigozəmiz yoxdur, pul əvayimiz yoxdur, abi piyadəmiz yoxdur. Yox. Neçə nəfər Zilgozər. maaşım verib? Bəli. Can Vahid mühəndis Noruzi, bu Zilgozər. Mən Cəryanı- icazə verirsiniz, əvvələn bu kəndi bir mərif Bəli, eləyək. bəli, mərif Ki, edin. bu kəndimiz 300 təqribən 35 xanıvar var. Bəli. 1348 nəfər cəmiyyəti vardı. Ki, Yaxçıtərin kətlərimizdən biri buradır. Bəli. Ki, şurası və əhalisi insafən bir-birlərinə yaxşı həmkarlıq eləyir. Bəli, Allah O olsun. kətlərdəndir ki, vürudusu və xurucusu Dobandadır. Yəni heç kəndimizdə bu yoxdur. Bəli. Və burada da bütün şura, əhali həmkarlıq eləyir. Bəxşidardan da kulli himayət olunur bilələrindən və hətta baxsaz virudi kəndimizə kət demək olmaz. Bəli. Bəzi şəhristanlarımızın da virudusunda heç bu yoxdur ki, Yoxdur. bizim bu kətdə varımızdır. Bu kəndin tamam xədəmatısı vardı. Bəzi kətlərimizdə kitabxana da yoxdur, cəmiyyət də buradan çoxdur. Bəli, xoşbəxtانه buranın kitabxanası da var, mədrəsəsi də var, xanə behdaştı fəaldır vardı. Su, bərq, qaz, telefon, tamam hər zətdə xədəmatları vardı. Elhamdülillah. O ki bu bozorcular qardaş buyururlar zilgozər, o buranın rəbti deyil.
Çün xaric az məhdudiyyət kəndidir, xaric az hərimi kəndidir. O caddə əsli Təbriz Azər şəhridir ki, bəli orada bir dənə boridə də var idi ki, mən təzə gəlmişim, bir təsadüf də olmuş, 3 nəfər fot eləmiş. Rah şəhərsazdəki işləyən bozorcuvarlar gəldilər, İnşallah. köməklik elədilər. Zirgozər müvəqqət də açıldı və boridə də bağlanıb və indi pole qeyri-həmsət ki varımızda orada işlənir ki, bu gün xoşbəxtانه cəlsəsi idi ki, onun da bu iki zərbəti işlənə köməkləşirik ki, o da inşallah həll olacaq. Vəli bozorcuvarların biri buyurdu ki, vərzişgah bəli burada müşkülümüz vardı, yoxumuzdu cəmiyyətdə. Pislər, yaxçıdır cavanlar da ki, xub özünüz müşahidə eləyirsiniz vardılar. Biz inşallah təşkilatların yerləri var idi ki, 5-6 kəndlilikdə vermişdilər. Ki onları həll elədik. Yeri qeydibdir, xod kəndin ixtiyaratındadır və Karbərisi də vərzişi fərhəngidir. Ki inşallah biz də bu müqatibə elərik. Bu ilin büdcəsində səyimiz bu olacaq ki, köməklik olaq. Məsulin möhtərəm İdarə Vəzir Cavanlar Şəhristan Ustanın əli ilə burada bir salonu ki, bunların şənindədir. İnşallah. Vurulsun. Yəqin odur olacaq. Çox təşəkkür edirəm, çox sağ olasınız. Ne haberdi burada? Ha orada ne haber var burada? Ha? Ne haber var? Ha? Ehsan. Ha Ehsan değil. Ehsan var. Ha ne haber var uşaklar orada? Ehsan var. Yok Ehsan. Bas onda bir iş görün ha siz? Ehsan olsa bir iş görün ha? Ehsan. Ha? Ha. Bir dakika siz burada taşınız olsun. Ha? Ben bir dakika bakım görüm Ehsan demeli Ehsan oldu. Mərasim necə mərasimdir? Salamünaleyküm. Nənə necəsiz? Allah qəbul eləsin ehsanınızı. Yaxçısınız. Bunu zəhmətdir. Mən mənim o tərəfə yetişmişsiniz. Onu saxlayın. Yaxçısınız. Ehsan aşıdır. Aha, Allah qəbul eləsin inşallah. Allah ürəyinizin mətləbini versin. Allah səlamətçilik versin. Bu kəndinizdə Bəli bu. ha? Nə mənadır? O nə mənə dedi bilərsən? Üstə saxla bax. Nəz amuz eşidi. Bir dəsə ona ver bir də de onu, o bir də de. Nəzir? Deyim üstə saxla. Aha, yox. O deyib belə saxla da. Sağ olsun. Hə, Allah qarmasın. Sağ olasınız. Nənə o qurutdu töküsüz buna ya amadə eləyib siz aparırsınız? Ha, nənə onu bir də saxlayın orada. Mən gör o mikro. Aha. O aşdı, qurutdu aşdı. İndi ona soğan dağı vurursunuz. Aha. Aha, o soğan dağıdır nənə. Ha, o nə nədir o birisi bu? Nə adı? Aha, biri nə adı? Biri soğan dağıdır. Bu da ki aşdı. Bəh. Çox. İmam Hüseyin aşıdır, Ehsan aşıdır. Allah yat. Bunu necə pişirirsiniz? Neçə nəfərə kömək eləşibsiniz? Neçə nəfər buna zəhmət çəkib? 3 nəfər, 4 nəfər. Aha. Nə qədər buna vaxt qoyubsunuz? Neçə gün, neçə saat? Dünəndən başlayırsınız. Aha. Nənə bu qazan neçə nəfər görəcəkdir? Neçə nəfərin qazan? 200 nəfər, 300 nəfər. Görək. Aha, 250 nəfər 300. Aha, Allah qəbul elə inşallah. Nənə bunu zəhmət uşaqla bunu saxla. Saxla. Mən niyyət eləyim. Bəli, niyyət edin. İmam Hüseyin aşır. Allah Kərbəla qismət eləsin inşallah. Sağlıq versin əziz həmvətənlərimizə. Allah bütün mərizai müslüminə şəfa inayət eləsin. Tamam olar ki mərizlər mərizxanadadılar. Hamısına Allah o cavanların ki evləri yoxdur onlara ev qismət eləsin. Ərzlənən minlər inşallah onların müşkülünü ərə gedən minlər onların müşkülünü açsın. Birinci cehiz müşkülü var onun inşallah. Allah həllə salsın. Sağda dua edirəm. Mən samaşatsa mən dualarım sağda olur. Vəli qəbul olur. Ha, qəbul olur. Vaqiyyətdə qəbul. İmam Zaman Allah bizi dünya malına. İmam Zaman gül zamanına salavat deyək. Allahümmə səllələ. Muhammed, Vali, Muhammed. Salam eşim abi şefiz. Necəsən? Keyfin sağdır. Allah, sən niyyətin var, niyyətin var. Yox, mənim niyyətim yoxdur. Sən bir qazan aşağı, 1000 dənə dua eləyirsən, 4 dənə dua sən eləyə bilərsən. 4 dənə? Hə, 4 dənə. Bəs onda bir dua dənə. eləyirsən, ha? Sən o billər qaytarıb, yox, qaytar. Allahın əzəməti yuxarıdır. Lap belə 50.000 dənə dua eləyəsən. Hələ nə ki, harasıdır ki, hələ harasıdır. Nənə, bunun o yaxsız yerindən mən biraz içeyim. Əziz tamaşaçılar, sizin vərizdən
Mən içirəm əziz tamaşaçılarımızın vərindən inşallah ki, yaxşı olar. Yaxşı. İradət var. Nənə görürüz. Gördünüz lan çöreği. Bu çöreği ben orada dedim. Bunu gələrsən qəşəng burcusuna. Pılın ola. Belə apkuş pişirərsən pılın ola. Ha, pılın ola. Pılın olmasa bunlar pişirmək olmaz. Bunlar pula baxır da özü bir. Çoxdan yeməmişdim. Olardı bir ildən bir zoyan bir anda qırmızı ət yeməmişdim. Vaqiət deyək. Yəni yalan danışmağa gəlməz. Pıl yoxdur. Pıl yoxdur. Gəldik bu günlərindən nənəmizə dedi ki, nənə bizə şorba pişir. Bir də dedi yaxçı. Mənlə yoldaşlarıma şorba pişirdi. Car-cavana nə mənə pişirdilər? Toyuq, düyü pişirdilər. Biz çörəyə görə pişirdirdik. Yəni sifariş idi bu. Bizim 3 nəfərə sifariş pişirmiş. Nənə çeviz yaxçıdır inşallah. Allah sizi səlamət eləsin. Zəhmətə salmışdıq da. Allah sizi də səlamət eləsin. Allah hifz eləsin, səlamət eləsin inşallah. Cəmiyyənə hamını səlamət eləsin inşallah. Nənə, əlləniz ağrımasın. Bu şorba ki qoymuşdunuz, biz bunu çox bəyəndik. Yəni o tərəfdə car-cavana zada o düyünü və mənə, o düyünü və mənə, əti və mənə, ay sağ olun. Canınız olsun inşallah. Biz vaqiətdə bu qəzalar ki, məsələn, şəhər yerlərində də zətdə də olur, çox olur. Bunları, mən nə günahkaram, mən nə günahkaram. İndi baxdı uşaq, qoy yeri, qoy yeri. İndi uşaq baxdı tamağa düşdü, şəhərdə, kətdə, orada, burada var da, adam var da. Vallahi, indi bəzi uşaq var, bəzi yerlər var, görürsən, pıl yox, davam falan beyman. Güzəş deyirlər, istədik bu fərhəngi rüsumumuzu görsün. Nənə, istəyirəm buyurasınız ki, neçə yaşınız var? 95. Hə, 95? Bəli. Aynen, o tərəfdən 90 deyirləsən, 5-ini də qoysan üstünə. 5 də olay gələr. Hamı xanımlar bir 10-dan azaldılar, sizə çox atdınız bir yerə. Eyb eləməz. 90 isə belədən Yox, nə eləyək, 90. Görürəm, İrəhmətli kişinin də, ay dədə, Cəmiyyən elə. İrəhmətli kişinin dərsi budur, hə? Allah. Film mədamanı bir çək təsvirə. Elə boş. Bu bir rəhmətli kişidir. Sağ ol. Bu neçə yaşında, kişi neçə yaşında fot elədi? 70. 90. 90-da da kişi fot. Allah rəhmət eləsin. Cavanlıq əsin gətir. Tez o cavanlıq əsin gətir. Tez gətir, məhəttəl eləmə. Ver mənə. Yaxç. Nənə bu... O da sərbatçılıq. Aha, sərbatçılıqdır. Neçilidir burada evlənmişdi sərbaz gedəndə? 4 ildir. 4 ildir. Uşaq zat var idi? Yox, heç zat yoxdur. Aha. Sərbaz getdi, neçil getdi sərbaz? 2 il. Mürəxəsiyə də gəldi? Bir yıl arada bir il gəldi. Bir yeri gəldi. Bəli. Hə, sərbaz. Qulaq asın. Hanı hardasan? Taba. Hələ gəl belə. Saat 2 olacağıma görsən sərbaz yetişdi bura. Sərbaz ya qədin sərbazı idi. 2 ildən 3 ildən bir görərdin, gələrdi. Onu bir bağla da, nə? Hə də bu mobildə bizi lap qırdı ha. 2 ildən bir gələrdi. İndi gör sərbaz oradadır. Yaxşı. Nənə, harda xidmət edirdi kişi? Tehranla. Ha, Tehran özündə. Bəli. Nənə, o zaman xordu xurək nə mən olurdu? Belə şorbaza Elə da bu olurdu. cür qəşəngdə inişi var bu cür. Çeşavəzi idi də. Ha, çeşavəz. Nənə, neçə dənə nəvəm var? Nəticədən Çox. nəvədən? 70 dənə. 70 dənə. Bəli. Mən deyim, bir sədə bu ev tutmaz, hə? Bəli. Tutmaz. yox, Allah səlamət tutmaz. eləsin. Bəli, çox təşəkkür edirik də sizdən ki, elə zəhmətkeşsiniz. Qədim nənələrimiz, atalarımız doğrudan deyirəm, ha, bu surfalarımızın bərəkətidir. Nə vaxtacan bunların qədrini bildiyiz, bu surfalarda bərəkət var. Onlar ki, bunlar yaddan çıxdınız, yavaş-yavaş, elə əliz xəmir, qarnınız az olacaq. Mən sizə deyirəm indi də. Ha, işləyəcəksiniz, ehtiyacınız olmayacaq. Nənəzin duası dalıcaq olsa, ha, nənəz, dədəz bir kəlmə desə, bala, səni görüm işləməyəsən, yiyəsən, dedi işləməyəsən, görsən hər yerdən pıldı yağır, peysəri var. Yaxçı, birdən desə, ay, tapdığı önəm neynəyəsən, acı da, ölüncəndə işində zaydadır. Nənənin, dədənin qədrini bilin, mən deyirəm. Nənə icazə ver, mən bu şorbanı bir vuram bədənə. Uşaqlar, bu əsik oyun ora, siz cavansınız. Hə? Sizdə nə tək qoymuşuq da? Sənin adın nədir? Zeynət. Zeynət, şorba söyləsən ya toyuq? Toruq. Hə? Ha, ay sağ ol. Deyir, mən şorba söylərəm. Çeruq deyirsən? Şorba söyləsən toyuq. Toruq. Hə, deyir şorba söylərəm, görsən.
Uşaq ki deyə yəni şorba söyləyəm, yəni mənə. Ya bu mənfəətdir bəlkə. Sağ ol, sən də mənim kimi şorbaçısan. Mənim kimi şorbaçı. Baranlı kəndində gəzirdik, dolanırdıq. Gördük ki, bacılarımızdan bir neçə nəfəri bir dənə balaca bir şərxana vurublar. Burada kud tolid edirlər. Həm kənd işlərini yetişirlər, həm ev eşi işlərini. Bekarçılıq vaxtlardakı olur, burada kud tolid edirlər. Bu kud nə nədir? Kudu alı deyilir. Peyindən cürlənir. Bunun bir xas mərhələləri olur. Təzə bir nəcür deyim, gəlib də, o təzə elmlərlə, təzə fikirlə gəlibdir. Qəşəng bir işdir. Gülxanalarda işlənilir, bağda, bağatda, bostanlarda. Bacı, yorulmayasınız, şefiz necədir? Yaxçısınız inşallah. Mən görürəm ki, burada 2 ay peyindir. O tərəfdə də kutlardan var. İstəyirəm, bu mikrofon xidmətiniz olsun sizin. Bu işinizdən biraz tozih verin ki, bu peyinləri nə cür təbdil eləyirsi bu cür kudu alıya. Elə nə cür əvvəldən işiniz tutub o cür deyil. Allahın adıyla əvvələn biz bu işi cəhat mərif elədi bizə. Bəli. Az tərəfi cəhat gəldi əvvəlin var. Dövrə kətlərdə də elə əvvəlin var bizim kəndimizdə bu işi icra oldu. Bəli, Bizdəki davtələb olduq, beyni davtələbin. bəli. İndi də dər mərhələyə bərdaşdıq. İndi bu mərhələ görürsüz, mərhələyə bərdaşdıdır. Monta o peyni ki tökmüşük onun dibinə, məvaddə qəzayı istəyib bundan ayılsınlar, gəlsin o bisinə. Aha. Monta bu qəzanın Nə mənəsi vardı bu? Nə mənə bunu təbdil edir? Bəli, əsli qəzası pehinlə. Aha, Məvaddə əvvəliyyəsi. Monta ona gətirik zayiat qatıq. Zayiat ciyahilə. Bəli. Ki məxlut eləyik, mərahili var, o sovur, hududu 1 ay çəkir. Bəli. Ki o mərhələ sovandan sonra peyni ki yanırıq o zayiatına. Ondan sonra bu təbdil olun komposta, özü bulan məvaddə qəzası ilə adıdır. Bəli. Bəd kermi ötürük bulanın Çelmi içinə. xaçıda, həmən o farslar Bəli, bir o deyirlər, kermi xaçıdır. Hə. Biləsən onu ver ona bacımız. Nə mənədir bacım? Çermi xaçı ilə mütəfavitdirlər. Aha, bunlar ayrı qurtdular da, ayrı. O çermilər ki yerdə vardı, o çermi gəlsə fikrə bu kudu toli də, bu kud toli də olmur. Aha. Bunlar özləri ayı Bu mütəfavit. zaten şu qurtlar siz halısız bunlara, bu beysab tolda olur, peyin, kut tolda olur. Bu qurtları hardan alsınız? Bunlar ay mühəndisçildə biz cəhat müarif eləyib bizə. Aha. Biz ay mühəndisi, burada yeri var Aysel Masidən ki, cəhəblər bizə də Aha. bu işə həmin mərif elədilər, həm də bedun çeşmdaş, bu işin hər mərahilin cəhəblə harda müşkülümüz olubdu. Cəhəblə bizə öyrədiblər, bura rahnumalıq eləyiblər, bu işi Bəli. görmüşük, onlardan almışıq. Bəli, əlləri almasın. Nə cürdür? Məsələn, bunun satmağından bir xas mənfəətiniz qaldı, Valla yox? satmağı yox, indi özümüz satanına yox, qəşəng mənfəətli işdir. Aha. Bəli, biz özümüz şənaxtaşoda da bizə bu işin nə feylə Bəli. şənaxtaşoda dəri, bizdən gəlli az qiymətə istəyirlər. Bəli. Məsullar gərək bazar Bəli. yabısında bu gün gərək məsullar Bəli, çox təşəkkür edirəm bacı sizdən. İnşallah ki, əziz dostlarımız bu kudu alı ilə çox tanış olsunlar. Şimyai kutların da zamanları soğuşub deyib. Bunlar həman kudu alı ki olur. Özdə əlinizə alsaz, əslən indi bu nə iyi var, Aha, bu. heç zadı yoxdur. Aha, Əlinizə alsaz, bu bəli. çay kimin bir şey. Bəli, bəli. Çox qəşəng bir dənə kutdi. Güllərə, gülxanalara, Organik evlərə, meyvədən eşiklərə. ötürü, əsl Bəli. organik meyvədən. Bu hala bu çətdə bu bacılarımız bunları zəhmətləri ilə tolid edirlər, əllərə ağrıması. Qəşəng o adamdan ki əlaqəsi vardı. Gül becəsinlər, gülləri tez yeşərsin. Lazımdır şimyai kutursundan. Ayağalar bir zamanı gəlib gedib sahibi day mehmanı bəyənmir. Uşaqlar böyüyüb cavan olubdu, bacaoğullar da xalanı bəyənmir. Hə. Qədimin dəbləri istir yığışa, əqlimə gəlməyən gəlir başa. İnni hoqqa qoyub qardaş qardaşa, deyir həqqəm haqq olanı bəyənmir. Aşıq Eydər zəmanədən dalı qalıbdır, yaman özün dərdi sərə salıbdır.
5 gün gedib Naxçıvanına qalıbdır. Gedib gəlib Daydıcanı bəyənmir. Hayyamına bir dəfə yerdik düyü, qazanına pişərdi cızlığın peyi. İnli burunlara dəyənlə abquşdun iyi, pitsaq dayır day şorbanı bəyənmir. Rəmin sağlığını. Sağ ol, təşvik elən, təşvik elən. O şeirdə bir dənə bir dedi, gedib filan yeri gəzib indi də Düycanı bəyənmir. O Düycanı mən getmişəm uşaqlar. Orada bir Qurban İzazadə var, bizim yoldaşlardan. O indi bəyənmir oranı da. Bilmirəm, Məşə Qurban, İzazadə gözü yeyib. Niyə bəyənmirsən kəndini, qardaş, hə? Niyə bəyənmirsən kəndini? Bismillahirrahmanirrahim. Allahu la ilahe illa huvel hayyul qayyum. La ta'khuzuhu senetun ve la nevm. Lehu ma fis semavati ve ma fil ard. Men zellezi yeşfe'u indehu illa biiznihi. Ya'lemu ma beyne eydihim ve ma khalfahum ve la yuhitune bi şey'in min ilmihi illa bima şa'a ve se'al kursiyyuhus semavati vel ard. Ve la ya'uduhu hifzuhuma ve huvel aliyyul azim. La ikraha fi'd-dini qad tebeyyene r-rushdu minel gay. Femen yekfur bit-tağuti feyu'min billahi fekad istemseke bil-urratin vuska. Lenfisame Allahu semiyun alim. Allahu veliyyullezine amenu yukhrijuhum minel zulumati ilel nuri. Vellezine keferu evliyahumut-tağut yukhrijunahum minel nuri ilel zulumat. Ulaike ashabun naru hum fiha khalidun. Salavat, salavat, Allah. Muhammed. Yaxşı, yoldaşımız bir dənə oxuyur, oxucunu. Bura Baranlının qədimi tərin yeridir. Çox qəşəng. Qədim bura Ermənistan məhəlləsi deyərdilər. Bəli. İndi olub Kuyu Vəhdət. Yaxşı. Mən bu öz kəndimizə və cəmaatın sağlığına Bəli. 2 dənə Baranlıya şey deyirəm. Əllər ağrımaz. Alçaqlı ucalı Baranlı kəndi. Bəli. Səndə ömr eyləyən ellər necə oldu? Payız nəvazilən xəzanə getdi. Baharda açılan güllər necə oldu? Ay sağ ol, ay sağ ol. Oğlun baxdım yaşıl dağlara, ayrılıqdan dəydi qəlbimə yara. Bülbül uçub gedən yaşıl bağlara, səndə ömr eyləyən ellər necə oldu? Yaşasın Baranlı Təşvik kəndi. eləyin, təşvik eləyin. Yaxşı, yaxşı. Bir daha nail yoldaşımız vardı, şeiri oxuyan, o hardadır? Hacı Məmməd Ağa, Hacı Məmməd Ağa, yaxşısınız. Necəsiniz? Uşaqlar, baxın filmə düşün, baxın filmə qənimətdir, ha nə deyirsən? Ha, olsun. Sən də deyərsən yoldaş. Kardeşler təvəccüh eləsinlər, İmam-ı Zaman ağamın selamətliyinə, qonaqlarımızın selamətliyinə, İmam-ı Ümmət, 2 dənə əziz balalarının ruhları yad ola, şəhidlərimizin ruhu yad ola, salavat nisari. Allahümme. Aram. Ey akan hak üstten nahak kanları, dini hakkın vefa kurbanları. Hak yolunda canınızı ettiz feda, aferin olsun size, sat merhaba. Sağ ol. Siz bugün şoğla hümmet eylediz, aynıza zillet libası giymediz. Düşmana siz desti beyat vermediz, eylediz dininizden difa. Aferin olsun size, sat merhaba. Siz bugün aks eylediniz, âli imtiyaz. Siz bugün aks ettiniz, âli imtiyaz. Her iki dünyada oldu serafraz. Anladınız dünyada ta ehli micaz. Ehli din dine eder canım feda. Aferin olsun size, sat merhaba.